Salam əziz dostlar. Deməli biz keçən səfər 7 dənə hərf öyrəndik. Əlif, həmzə, heç bir səs ifadə eləmir. Köməkçi saitlərin vasitəsilə səsləndirilir. Ə, i, u və yaxud uzun ə, i, u keçəcək. B hərfi dodaq hərfidir. B hərfi. Sonra T hərfi. Hərfi bizim T deyil. T ilə D-nin qarışığı. T. Dilin ucu dişin dibinə. T. Sonra S hərfi. Dilin ucu yuxarı dişlərin arxa hissəsinə. S. Sonra Cim hərfi. Hərfi C səsi verir. C yox. C. Dilin üstü bütünlüklə oturur damağa. C. Sonra H hərfi. Fərqlənir. Bir var H, bir var H. Boğazın divarlarını sıxırıq, həmin səsi məhdudlaşdırırıq. H səsi verir. Sonra bir də X hərfidir. X hərfi. Üstündə nöqtə. X verir. X. Növbəti hərfimiz dəl hərfidir. Dəl hərfi D səsi verir Azərbaycan dilində. Zəl hərfi də zəl. O da S hərfi kimi dilin ucu yuxarı dişlərin arxa hissəsinə dəyir. Zə. Sağ olun.